Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsində Xocalı soyqırımının 34-cü il dönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğu bildirilib. Soyqırım aktının yalnız xalqımıza deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu vurğulanıb. Eyni zamanda Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük orqanlarında da tədbirlər keçirilib. Xocalı soyqırımı qurbanlarının xatirələri ehtiramla anılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci ilin Asan Xidmət İndeksi üzrə qiymətləndirmə nəticələrinə və Asan Müraciət İnformasiya Sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilir. Asan Xidmət İndeksi qiymətləndirmə nəticələrinə əsasən Dövlət Gömrük Komitəsi Mərkəzi İcra Hakimiyyət orqanları arasında 3-cü yerə layiq görülür. Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Türkiyə və Gürcüstanda işgüzar səfərlərdə olub. Səfərlər yeni kompüterləşdirilmiş tranzit sistemi üzrə hər iki ölkənin praktiki təcrübəsinin öyrənilməsi, tətbiq mexanizmləri ilə yaxından tanışlıq və Azərbaycanın bu sistemə qoşulması istiqamətində proseslərin sürətləndirilməsi məqsədi ilə təşkil olunub. Dövlət Gömrük Komitəsində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlər Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə etibarlı tərəfdaş konsepsiyası çərçivəsində Gömrük Təmsilçiliyi İnstitutu ilə bağlı mövcud qanunvericilik aktlarına dair təkliflər, eyni zamanda əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək tərəfdaşlıq mexanizmləri müzakirə olunub. Bakı Baş Gömrük İdarəsində effektiv sərhəd nəzarət tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərər çəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi mövzusunda təlim keçirilir. Təlimdə gömrük orqanlarının insan alverinin qarşısının alınması üzrə metod və üsulları, mübarizənin əsas istiqamətləri və digər mövzular ətraflı müzakirə olunur. Balakən və Biləsuvar gömrük idarələrində xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilir. Görüşlərdə yaşıl dəhliz buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları, 2025-2030-cu illər üçün gömrük inkişaf strategiyası, həmçinin Azərbaycan Respublikasında ixal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarından bəhs olunur. Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya kahı yükü aparan nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə küllü miqdarda narkotik vasitə marixuana aşkar ediblər. Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Sədərək Gömrük Postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorun içərisindən 6 ədəd selofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254.397 qram olan xüsusilə küllü miqdarda psixotrop maddə metafetamin aşkar ediblər. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.